Hörmətli izləyicilərimiz, hörmətli şagirdlərimiz, hörmətli tələbələrimiz, hörmətli valideynlərimiz. Mən Çağdaş Təhsil Komandasının rəhbəri, 18 kitab müəllifi, Qızıl Qələm mükafatçısı, jurnalist. Bu günlərim Azərbaycanımızın çox gözəl rayonu olan Hacıqabul rayonundayıq. Bu günlərim 23 fevralda biz gözəl bir ailənin qonağıyıq. Ziyalı bir ailənin, təhsilə elmə qiymət verən bir ailənin qonağıyıq və bizim İgid balamızla bağlı gəlmişik Hacıqabul rayonunun Atbulaq kəndinə. İgid bala, adın soyadın nədir? Adım İlyas Fətəli. İlyas Fətəli, çox gözəl. Gələcəkdə böyüyəndə hansı peşənin sahibi olmaq istəyirsən? Müəllim, həkim, polis, kim olmaq istəyirsən? Vəkil. Vəkil, inşallah. Arzu edir gələcəkdə ən yüksək balla universitetə qəbul olasan, hüquqşünas olasan və hər bir kəsin, istər vətənimizin, istər insanların hüquqlarını hər yerdə müdafiə edəsən. Uğurların bol olsun, nailiyyətlərin bol olsun. Yaxşı, bizə nə söz verirsən? Gələcəkdə necə şagird, necə tələbə, necə övlad olmağına söz verirsən? Vətənə xeyirli, oxuyan və yaxşı bir təhsilli oğlan olmaq istəyirəm. İnşallah. Arzu edir gələcəkdə ən yüksək balla ali məktəbə qəbul olasan və inşallah biz də gələk, inşallah sənlə bağlı gözəl çəkiliş edək inşallah. Əgər həyatda qalsaq, qalmasa da işçilərimiz gəlir inşallah. Yaxşı, amma məktəbdə hansı müəllimləri sevirsən? Hansı müəllimləri sevirsən? Sağlam müəllim, Yusuf müəllim. Sahib müəllim. Sonra sinif rəhbəri kimdir? Xanım. Kim müəllim? Xanım. Xanım müəllimə. İbtidai sinif müəllimi kim olur? Sənin üçün ilk əlifbanı öyrədən, hərfləri öyrədən kim olubdur? İbtidai sinif müəllimi. Ona da öz adımızdan dərin təşəkkür bildiririk. Sağ ol deyirik. Çağdaş Təhsil Komandası olaraq uğurlar dilərik. O gün olsun ki, inşallah sən prezident təqaüdçüsü olasan. Amma müəllimlərlə bərabər sənin yaxşı təhsil almağında daha çox əziyyət çəkən də valideynlərdir. Bunların adını çəkir. Atanın adı nədir? Nahid. Nahid bəy. Nahid bəy sürücülük bildiyimizə görə, eləmi? Və gecə gündüz əziyyət çəkir, yuxusuz qalır, yollarda, qarda, buzda, şaxtada sizin yaxşı təhsil almaq üçün, yaxşı vətəndaş olmaq üçün əlindən gələni əsirgəmir. Ona görə atana da dərin təşəkkürümü bildirirəm. Ananın adı nədir? İlahə. İlahə xanım da sizin həm təliminizdən, tərbiyənizdən, təhsilinizdən daha çox maraqlandığına görə ona da sağ ol deyirik. Sonra bizim, bəli, otur biraz, bizim orada gəl bura, qardaşın da var, onu da təqdim edək. Görüm İgid balamız, sənin adın soyadın nədir? Fətəli Zahid. Fətəli Zahid. Bildiyimizə görə sən də yaxşı oxuyursan, hə? Evet. Neçə sinifdə oxuyursan? 10. 10 sinifdə. Sən böyüyəndə hansı peşənin, inşallah gələcəkdə hansı peşənin sahibi olmaq istəyirsən? İnşallah mühəndis olmaq istəyirəm. İnşallah. Arzu edirik gələcəkdə sən də öz arzunu çatasan. Məktəbdə ən sevdiyin müəllimlər? Aliyə müəllim. Hə. O cümlədən Aliyə müəllim. Çox gözəl. Biz də o müəllimlərə Hacıqabul rayonunda Atbulaq kənd məktəbinin müəllimlərinə öz adından təşəkkür bildiririk və bu aliyə. Və sonda onu demək istəyirəm ki, hörmətli izləyicilər, bugündən 23 fevraldır 2025-ci il. Çox çətin bir hava şəraitində gəlmişik, amma bilmirik ki, Bakıya çata biləcəyik, sonra yox çata bilməyəcəyik. Həqiqətən çətin bir durumda gəlmişik və biz bu kadrları göndəririk, bizim İgid balamıza da öz adımızdan dərin təşəkkür bildiririk. Çox sağ ol deyirik və bizə söz verdi. İnşallah gələcəkdə ən yüksək balla ali məktəbə qəbul olacaq, biz də gəlib gözəl çəkiliş edəcəyik. İnşallah. Səni də təbrik edirəm. Siz də təbrik edirəm. Hər ikiniz də bizim inşallah müəllimlərimiz sizə gözəl dərs keçərlər və biz də bunları həm sosial şəbəkələrdə, həm bizim bu jurnalımızda, hörmətli izləyicilərimiz, həm də hansısa televiziyanın xəbərlərində inşallah işıqlandıracağıq. Uğurlarınız bol olsun, nailiyyətləriniz bol olsun. Təşəkkürlər, təbrik edirəm.